Dünyada iki xalq kitab oxumur. Bir, təbii sərvətlərlə dolanan xalqlar ki, təbiətin verdiyi sərvətləri emal eləyib satır, yaxud xam mal şəklində satır. Bu xalqların oxumağa ehtiyacı yoxdur. İki, çörək arxasıcan qaçan xalqlar, yəni vaxtın çörək qazanmağa xərcləyən xalqlar. Kitab oxumaq həddindən artıq aristokratik bir həyat tərzi deməkdir. Kitab oxumaqdan ötürü insanın boş vaxtı olmalı. Fəlsəfədə bu boş vaxt anlayışının çox aydın izahı var. Yəni insanlar yaxşı rifah içində yaşamalıdırlar ki, işdən özləri üçün boş vaxt qazansınlar və o boş vaxtı estetik həzlərə xərcləsinlər. Ya mədəniyyət yaratsınlar, ya da yaranmış mədəniyyətdən istifadə eləsinlər. Biz hər iki bəla ilə üzləşmişik. Bir, təbii sərvətimiz var. İki, təbii sərvətimiz ola-ola da günümüz çörək dərdi ilə keçir. Çörək arxası ilə.